Herkese salam dostlar. Bugün 7 ayda 600 bal necə ötdüm videosunun part 2'sini çəkirəm. İlk növbədə dostlar, vurğulamaq istəyirəm ki, birinci videoda göstərdiyiniz dəstək üçün təşəkkürlər. Həqiqətən də bu videonun bu qədər də seviləcəyini bilmirdim və düşünürəm ki, part 2-ni mütləq dinləməlisiniz. Çünki bu part 2 videoda sizi maraqlandıran bütün suallara cavab vermiş olacağam. Təbii ki də bu sualların hər biri qızıl dəyərində suallardır və siz bu sualların hər birinin cavabını bilərək imtahanda daha rahat şəkildə yaza bilərsiniz və təbii ki də öz balınızı son 2-3 ayda qaldıra bilərsiniz. Ona görə də mütləq şəkildə bu videonu diqqətlə dinləyin. Axıra kimi, çünki sizi maraqlandıran bütün suallara bu videoda cavab tapacağıq. Və dostlar, bu videonu çəkməmişdən öncə Kənan mənə dedi ki, Aytac, bu videonu çəksən də baxışı çox gəlməyəcək. Mən dedim ki, görərsən bu videonun baxışı 10K-nı ötəcək. Əgər videomun baxışı 10K-nı ötərsə, buradan seçəcəyim 3 nəfərə fərdi yanaşma və həmçinin necə plan qurmaq olar, yəni dərs oxumaq üçün necə plan qurmaq lazımdır məsələsi ilə bağlı sizə fərdi dəstək göstərəcəm və əlimdən gələni etməyə çalışacağam ki, siz planınızı mükəmməl şəkildə qurub bu plan üzrə davam edə biləsiniz. İstəyirəm ki, birinci sualımızı oxuyum və cavablayım. Sual ondan ibarətdir ki, tarixdən tövsiyə gələrmi necə oxumuşdunuz? Dostlar, mən tarixi konkret punktlarla öyrənirdim. Yəni necə? Bir neçə taktikalarım vardı və bundan istifadə edirdim. Birinci taktikam ondan ibarət idi ki, eyni ildə olan hadisələri keçən video dediyim kimi mütləq şəkildə bir öyrənirdim. Çünki mənə elə gəlir ki, eyni ildə olan bir hadisələri, yəni müxtəlif hadisələri eyni anda oturub öyrənəndə o hadisələrin insanın beynindən çıxma kimi bir ehtimalı olmur. Çünki siz artıq bilirsiniz ki, 1783-cü ildə falan hadisələr baş vermişdi və hadisələri beyninizə yazırsınız. Daha sonra test işləyəndə də topluda da görürsünüz ki, hə bu hadisə nə vaxt baş vermişdi, bu hadisə nə vaxt baş vermişdi. Biri yadınıza düşəndə avtomatik digərləri də yadınıza düşür. Yəni ona görə də mən bu metoddan istifadə etmişdim və uğurlu olmuşdu. Siz də bundan istifadə edə bilərsiniz. İkinci əsas bir metod isə ondan ibarətdir ki, mütləq şəkildə hər hansı bir hadisəni öyrənirsinizsə, onu göz önünüzdə canlandırın. Məsəl üçün, Qaraqoyunlu dövlətindən Ağqoyunlu dövlətinin məsəl üçün hər hansı bir döyüş olubsa, həmin döyüşü gözünüzdə canlandırdınız və daha sonra orada baş verən hadisələri real həyatınızda olan hadisələrlə əlaqələndirin. Məsələn, mən Uzun Həsənin həyat keçirdiyi bəzi məsələn atdığı addımlar var idi. Mən onları məsələn həyatımda olan padruqamın qardaşı ilə bağlayırdım. Məsələn onun adı Həsən idi. Həmin tarixi şəxsiyyətin də adı Həsən idi. Öz-özümə danışa deyirdim ki, hə, deməli Həsən onu elədi, Həsən bunu elədi. Artıq beynimdə bu daha rahat şəkildə canlanırdı və mən bunu hiss eləyirdim və tarixi hadisələri düşünə-düşünə onu beyninizdə canlandırsanız, o sizin heç vaxt yadınızdan çıxa bilməz. Çünki mən xatırlayıram ki, mənim tarix müəlliməmin mənə həqiqətən də anlatdığı və yaşamış kimi hiss elətdirdiyi mövzuları mən heç vaxt unutmamışdım. Yəni 11-ci sinifin imtahanına girəndə də xatırlayırdım. İndi hal-hazırda magistrin 1-ci kursundayım, indi də xatırlayıram. Ona görə də əgər çətin qalan bir hər hansısa bir tarixi situasiya varsa və yadda saxlaya bilmirsinizsə, onu rahatlıqla canlandırın və həyatınızda olan hər hansısa bir hadisə ilə əlaqələndirin. Və üçüncü oxuma mənim üsulum, metodum ondan ibarət idi ki, dostlar, mən hər hansısa bir mövzunu oxuyanda onu səsli şəkildə qışqıra-qışqıra oxuyuram. Deyə bilərsiniz ki, bunun nə əlaqəsi var? Əslində çox əlaqəsi var. Mən evdəkiləri narahat eləsəm də, sanki qabağımda kimsə var və ona izah eləyirəmmişcəsinə oxuyanda, səsli şəkildə oxuyub mövzunu təhlil eləyəndə, bu zaman mən həmin mövzunu daha mükəmməl şəkildə bilirəm. Əslində bu çox sadə bir məsələdir. Siz elə bilirsiniz ki, sizin qarşınızda bir insan var və başlayırsınız həmin insana izah eləyirmişcəsinə danışırsınız. Bu zaman həmin mövzu sizin şuuraltınızda elə bir həkk olur ki, dostlar, o mövzunu unutmağın yəni mümkün yoxdur da, yəni yolu yoxdur. Ona görə siz də bu üsuldan istifadə edərək tarixi daha rahat şəkildə öyrənə bilərsiniz. Çünki başa düşürəm, tarix digər fənlərdən daha çox əzbərlənmə tələb edir və daha çox beyin yorur. Amma bu üsuldan istifadə etsəz, yəni siz bu üç üsuldan istifadə etsəz, mümkün deyil ki, hər hansı bir hadisəni unudasınız və yaxud da qarışdırasınız. Və dostlar, videolarımızın davamını gəlməsini istəyirsinizsə, mütləq şəkildə bizə abunə olmağı və həmçinin bu videonu like etməyi unutmayın. Aha, istəyirəm ki, ikinci sual cavablayım. Hansı fənlərdən hazırlıqlara gedirdiniz? Ondan qabaq hazırlıqlara getməmisiniz. Dostlar, mən heç bir hazırlığa getməmişəm ta ki 11-ci sinifin əvvəlinə kimi. Artıq 11-ci sinifin ilk ayından etibarən mən başladım hazırlıqlara getməyə və bir çox fəndə heç mənim 6 aydan artıq zamanım olmadı. Çünki belə deyim də imtahanlarım olan dövrə qədər oxuduğum müddət heç 6 ay eləmirdi. Amma bununla belə deyə bilərəm ki, əslində sizin hazırlığa getmə zamanınızın sizin oxumağınıza heç bir aidiyyəti yoxdur dostlar. Düşünməyin ki,
ki mən 3 ay hazırlığa getmişəm, o biri 1 il hazırlığa gedib, o biri 3 il hazırlığa gedib. Sizə əsas önəmli olan sonda göstərdiyiniz nəticədir. Və buna görə də çalışın ki, motivasiyanızı o yöndə tutasınız ki, kimsə daha çox hazırlığa gedirsə, bu o demək deyil ki, o məndən daha yaxşı yazır və o bu mövzunu, bu fənni, bu imtahanı məndən yaxşı bilir. Ona görə də fokuslanırsınız yalnız və yalnız bu hazırlaşma prosesinə. Hazırlaşma prosesində düzgün şəkildə fokuslandıqda və artıq motivasiyanızı itirmədikdə dostlar və disiplinli olduqda təbii ki, sizə bu hazırlığa getməyin heç bir faydası olmayacaq. Çünki mən bunu öz nümunəmdə görmüşəm ki, ətrafımda olan hər bir kəs hazırlığa gedirdi. Artıq demək olar ki, 8-ci sinifdən başlamışdılar, 3 il eləyir də. Amma mən 11-ci sinifin ilk ayından başlamışdım. Amma bu o demək deyil ki, bazam yox idi. Təbii ki də mən dərsə getdiyim bütün müddət ərzində hər bir dərsimi mükəmməl şəkildə öyrənib gedirdim. Çünki bilirdim ki, sonunda əziyyət çəkməyəcəm. Hər bir mövzunu vaxtında oxuyacağam. Və 3-cü sualımız ondan ibarətdir ki, bloka 5 ay qalmış hazırlaşmaq mümkündürmü 3-cü qrupa? Dostlar, 3-cü qrup daha çox əzbərçilik tələb edən bir qrup olduğuna görə mənə elə gəlir və humanitar təbii ki bir sahədir və mənə elə gəlir ki, bu mümkündür, amma dediyim kimi disiplinli bir plan qurmaqla. Yəni siz əgər gün ərzində 6-7 saat effektiv şəkildə oxusaz, plan qursaz və həmin planı hər gün, yenə də vurğulayıram, uyğulasaz, bu zaman sizin aşağı bal yığma kimi bir ehtimalınız olmayacaq. Təbii ki də müəyyən qədər bir bazanız olsa. Yəni əgər məsələn sizin bir 100 ballıq bazanız varsa, 3 ayda, 4 ayda hazırlaşsaz, 5 ayda hazırlaşsaz, siz artıq 100 baldan qalxa bilərsiniz 250 bala, 200 bala. Yəni bu mümkündür. Bunu heç vaxt düşünməyin ki, mən bacarmaram, mən edə bilmərəm. Çünki ətrafımızda yetərincə bizə pis motivasiya verənlər olacaq. Bacarmazsan, eləyə bilməzsən, vaxtıva az qalıb deyənlər olacaq. Dostlar, inanın ki, bu sözlərin hər biri sonda sizin o istədiyiniz yerə gəlib çatdığınız anda, sonda bu sözlərin hər biri tərsinə dönür və deyirlər ki, əslində mən bilirdim bacararsan, prosta sənə özüm belə deyirdim. Amma halbuki o insan sizin uğurlarınıza qramda güvənmirdi. Ona görə də çalışın siz özünüzə güvənəsiniz ki, sonda qazandığınız bütün uğurlara da hər kəs baxıb şoka düşsün. Çünki məndə də belə olmuşdu. Və növbəti sualımız ondan ibarətdir ki, plan qurmağı necə etmək olar deyə bilərsiniz. Dostlar, plan qurmaq tamamilə sizin gündəlik həyat şəraitinizdən asılı olaraq dəyişir. Məsəl üçün, mən gündüz dərs oxuyan biriyəm, yəni gecələr dərs oxumağı heç sevmirəm. Buna görə də mən bütün planlarımı, yəni oxuma işimi ancaq günorta vaxt edirdim. Mövzunu əzbərləyəcəmsə, öyrənəcəmsə, hər hansısa bir məsələn faktları əzbərləyəcəmsə, mən onu ancaq günortaya salırdım. Axşama daha çox təkrarlarımı və test işləməyi əlavə edirdim və bu prosesi mütləq şəkildə aralarda fasilələr qoyaraq edirdim. Çünki fasilə çox önəmlidir. Mən xatırlayıram ki, 10-cu 11-ci sinifdə mən dərsə gedəndən sonra gəlib dərsimi 1 saat evdə oxuyurdum və daha sonra 1 saat yatırdım. Bu çox önəmlidir. Siz 1 saat yatmaya da bilərsiniz. Əgər həqiqətən də çox az zamanınız qalıbsa və çox dərs oxumalısınızsa, yarım saat, 20 dəqiqə də yata bilərsiniz. Çünki bu müddətdə insanın beyni həqiqətən də dincəlir və daha sonraki saatlar ərzində siz daha effektiv şəkildə oxuyursunuz. Və mən də bu üsuldan istifadə eləmişdim. Və plan qurmaqda dediyim kimi, yəni siz öz gündəlik, necə deyim, qrafikinizə uyğun olaraq tənzimləyə bilərsiniz. Dostlar, niyə görə deyirəm ki, plan qurmaq hər kəsin qrafikindən asılı olaraq dəyişir? Çünki məsələn mənim ətrafımda çoxlu tanışlarım var idi ki, onlar gecə oxumağı sevirdilər və gecələr oxumağa üstünlük verirdilər. Buna görə də onlar əsas oxuma hissələrini, yəni dərs oxuyacağı saatları gecəyə salırdılar, amma günorta vaxtı daha çox tez işləyirdilər və istirahətə zaman ayırırdılar. Təbii ki, siz bunu da eləyə bilərsiniz. Əgər bu tipdə, yəni dərs oxumağı sevirsinizsə, bu üsulda seçə bilərsiniz. Və dostlar, növbəti sualımız sizə ondan ibarətdir ki, ingilis dilini necə öyrəndiniz? Mənə çətin gəlir qaydalar. Dostlar, mən ingilis dilini necə öyrəndim? Bunun ən sadə bir üsulu və yolu ondan ibarətdir ki, öyrəndiyiniz sözü mütləq şəkildə definition ilə öyrənin, yəni asılışı ilə öyrənin. Məsəl üçün, əgər bir söz öyrənirsinizsə və bu sözün sinonimini bilmirsinizsə, sizin əgər bu söz yadınızdan çıxsa, onu əvəzləyəcək əlinizdə heç bir şey yoxdur. Məsəl üçün, siz esse yazmalısınız, hər hansı bir sözü unutdunuz, siz o sözün sinonimini öyrənsiniz, avtomatik şəkildə həmin sözü başqa sözlərlə də əvəzləyib yazacaqsınız. Öyrəndiyiniz sözləri və qaydaları öyrəndiyiniz andan etibarən testini işləyin. Niyə görə? Məsələn, qaydalar elə bir şeydir ki, siz həmin qaydanı öyrənirsiniz və daha sonra keçirsiniz digər qaydaya və bu zaman artıq beyniniz yanır, yəni qarışır. Bilmirsiniz ki, bu qaydanın o qaydanın fərqi nə idi. Və plus bunu bilsək ki, düşünsək ki, ingilis dili bizim öz dilimizdə deyil və bizə 2 qat çətin gəlir. Ona görə də mütləq şəkildə hər mövzunu oxuduqdan sonra həmin mövzunun testini açırsınız, işləyirsiniz, isti-isti. Çünki bu zaman sizin həmin mövzu ilə bağlı bilikləriniz güclənir və həmin mövzunu daha sonra digər mövzu oxuyarkən unutma kimi bir ehtimalınız olmur.
Və ingilis dilini əgər öyrənmək istəyirsinizsə, ən yaxşı üsullardan biri də podkastlara qulaq asmaq və çoxlu ingilis dili ilə bağlı sinonimlər öyrənməkdir. Yəni sözlərin sinonimlərini öyrənməkdir. Məsəl üçün, götürək tradition sözü. Adətən nə deməkdir? Siz tradition sözünün adətən sözünün sinonimlərini öyrənin. Məsələn, custom. Və siz artıq bunu öyrənəndən sonra hər hansısa bir tutaq ki, writing yazarkən və yaxud hər hansı bir listeningə qulaq asarkən custom sözü sizin qarşınıza çıxsa, siz artıq başa düşəcəksiniz ki, bu tradition sözünün sinonimidir. Və yaxud da writing yazarkən tradition sözünü axtarırsınız, amma yadınıza düşmür və siz götürüb tradition sözünün yerinə custom sözünü yazırsınız və rahatlıqla o writingi yola vermiş olursunuz. Ona görə də mütləq şəkildə sözləri öyrənərkən definitionlarla birlikdə öyrənməyi sizə şiddətli şəkildə tövsiyə edirəm. Və dostlar, mən çoxlu listeninglərə qulaq asırdım və ingilis dilini çalışırdım ki, qrammatik qaydalar əsasında deyil də, daha çox danışıqdan öyrənim, yəni qulaq asaraq öyrənim. Çünki insan əgər qulaq asmırsa, biz belə deyim, nə zamandan etibarən artıq məsələn müəyyən bir dildə danışmağa başlayırıq. Məsələn, Azərbaycan dilində və yaxud da ingilis dilində, rus dilində biz həmin dildə eşitdiyimiz andan etibarən, yəni dinləyə bildiyimiz andan etibarən danışmağa başlayırıq. Və ona görə də çalışın ki, çoxlu listeninglərə qulaq asın ki, sizin dinləmə qabiliyyətiniz inkişaf etsin ki, dinləmə qabiliyyəti inkişaf etdikdə avtomatik şəkildə sizin reading bacarıqlarınızda və həmçinin writing bacarıqlarınızda inkişaf edir. Və bu sizin speakingizə mütləq şəkildə yansıyır. Ona görə də ingilis dilini öyrənmək istəyirsinizsə, listeninglərə qulaq asmalısınız, mütləq şəkildə qaydaları öyrəndikdən sonra isti-isti testlərini işləməlisiniz və sözləri definitionlarla birlikdə öyrənməlisiniz. Və digər sualımız ondan ibarətdir ki, salam, ilk öncə təbrik edirəm nəticənizə görə. Bəs sınaqlara gedəndə neçə bal alırdınız? Sınaqla qəbulun çox fərqi var. Yəni aşağı yazan yüksək yaza bilərmi? Dostlar, bu baxır hansı sınağa getmisiniz və hansı tipdə suallar işləmisiniz və suallarla tanış olmusunuz. Məsəl üçün bəzi sınaqlar var ki, ekstra çətin salırlar. Bunun səbəbi də həmin şagirdi, tələbəni stressə salmaqdır əslində. Yəni burada kursun qazancı yalnız bu olur və bir çox hallarda kurslar öz PR-larını apararaq zəif yazan şagirdə bunu təqdim edirlər ki, yəni sən zəif yazmısan, bizi seçməlisən. Amma əslində belə bir şey yoxdur. Mən dəfələrlə kurslara getmişəm, kursların sınaqlarına getmişəm və onların dim imtahanında uzaqdan yaxından əlaqələri olmur. Çünki o sualların heç biri monitoringdən keçmir. O suallar, yəni oturub əməlli başlı üzərində düşünülüb hazırlanmır. O suallar oradan, buradan, topludan, nə bilim başqa yerlərdən götürülür, keçmiş sınaqlardan götürülür və toplanılı bir baza yaradılır və həmin bazadan qoyulur o suallar. Ona görə də qətiyyən əgər sınaq imtahanlarına gedirsinizsə, aşağı bal toplayırsınızsa, düşünməyin ki, siz zəifsiz. Bunu mən dəfələrlə yaşamış biri olaraq deyirəm ki, qəbul imtahanında çox rahatlıqla yüksək bal toplaya bilərsiniz. Təbii ki də əgər çalışmısınızsa, əgər özlərinizdə işləmisinizsə və dərslərinizi vaxtında oxumusunuzsa, yəni sizi sınaqlar hər hansısa bir aşağı bal toplama sizi qorxutmasın. Bu qətiyyən belə deyil. Bunu mən həm IELTS imtahanında görmüşəm, rastlaşmışam bununla, həm dim imtahanında rastlaşmışam. Yəni ona görə də siz bu məsələyə qətiyyən takılmayın. Digər bir izləyicimiz isə yazıb ki, Aytaç xanım, bunlar həqiqətən də yaxşı məsləhətlərdir, lakin mənim ən böyük problemim cədvəlimi qura bilməməkdir. Dərs oxuyacağam deyib otururam, hardan başlayım bilmirəm. Bütün mövzular və dərslərdə o qədər əksik hiss edirəm ki, bilmirəm, az dil oxuyum, riyaziyyat eləyim, tarix əzbərim, başım qarışır, başlamadan da bitirirəm. Dostlar, bunun üçün ən yaxşı üsullardan biri ondan ibarətdir ki, əgər bir yerdə dərs oxuyacaqsınızsa, yəni hər hansı bir otaqda dərs oxuyacaqsınızsa, mütləq şəkildə həmin otağı havalandırırsınız. O otağa heç bir cihazınızı qoymursunuz, yəni elektronik cihazı qoymursunuz. Buna aiddir, yəni burada bu otaqda televizor olmasın qətiyyən, telefonunuzu aparırsınız, qoyursunuz başqa bir yerə, o telefondan qopursunuz, ümumiyyətlə dünyadan qopursunuz və o otağa girib mükəmməl şəkildə dərs oxuyursunuz. Və əgər bir planı qura bilmirsinizsə, dostlar, bunun əsas səbəblərindən biri sizin həmin plana inanmamağınızdır. Əgər siz real, gerçəkçi plan qurub o plan üzrə davam eləsəz, təbii ki də sizin motivasiyanız və həvəsiniz olacaq. Artıq siz həmin plan üzrə bir gün irəlilədikdən sonra həmin nəticəni görüb ikinci gündə irəliləmək istəyəcəksiniz. Yəni burada önəmli məqam ondan ibarətdir ki, sizin öz qurduğunuz plana özünüzün inanmağınızdır. Və dostlar, sizə bunu məsləhət edirəm ki, qətiyyən motivasiya tipli videolara baxandan sonra plan qurmayın. Çünki bu səhvi mən də eləmişəm. Belə deyim də, motivasiya videosuna baxırsınız, siz məsələn, əgər 1 kilo yük qaldıra bilirsinizsə, düşünürsünüz ki, mən 5 kilo yük qaldıra bilirəm. Və daha sonra başlayırsınız, buna uyğun plan qurursunuz, gedirsiniz məsələn mağazaya, 5 kiloqram yükü götürürsünüz, gəlirsiniz. Və yolun yarısında siz bu yükləri əlinizdən qoyub buraxırsınız. Və bu da buna bənzəyir. Ona görə də mütləq şəkildə reallığa uyğun plan qurmaq çox vacibdir. Və əgər reallığa uyğun plan qursanız, siz
bu planı düzgün şəkildə yerinə yetirsəz, qarşıya qoyduğunuz hədəf nə qədər çətin olursa olsun, siz bunu əldə edəcəksiniz. Və ona görə də dediklərimi nəzərə alırsınız. Otaqda heç bir elektronik cihaz olmur. Otağı mütləq şəkildə oxumamışdan öncə havalandırırsınız. Qəşəng kofenizi hazırlayırsınız, fokuslanırsınız dərsinizə və dərsinizi oxuyursunuz. Və növbəti sual ondan ibarətdir ki, salam, son bir ayda ya da həftələrdə nələr etdin? Son bir ayda və həftələrdə mən əlimdən gəldiyi qədər təkrar elədim dostlar. Baxın, təkrar çox önəmlidir. Həqiqətən də təkrar olmadan imtahana girməyin çox böyük bir dezavantajları var. Və buna görə də məsləhət bilirəm ki, nə oxuyursunuzsa, nə eləyirsinizsə eləyin, 5-6 ay ərzində eləyin, son 1-2 ayınızı təkrara ayırın. Bu günlər ərzində təkrar eləyin, çoxlu testlər işləyin, fərqli test tipləri ilə tanış olun, formatlarla tanış olun. Bu sizə həqiqətən də çox böyük bir üstünlük gətirəcək. Artıq siz imtahanda fərqli bir test tipini görüb həyəcana düşməyəcəksiniz. Və mənim də etdiyim ən böyük taktikalardan biri təkrar olub. Mən bu vaxta qədər, yəni əgər 7 ayda 600 bal toplamışamsa, bunun mənim fikrimə görə, yəni 70% təkrar etməyim ucbatındandır. Yəni hər gün təkrar etməyim davamlı şəkildə. 30% isə mənim yaddaşımın güclü olmağıdır. Və çalışın ki, təkrara çox böyük bir önəm verin. Və imtahana bir həftə qalmışsa çalışın ki, ümumiyyətlə stresə girməyəsiniz və sizi stresə soxan hər hansısa bir hadisələrdən, insanlardan uzaq durasınız. Və özünüzü, beyninizi, ruhunuzu dincəldəsiniz, sakitləşməyə çalışasınız. Artıq düşünün ki, yəni mən artıq hər bir şey etmişəm, əlimdən gələn hər şeylə yaxşısını etmişəm. Bundan sonra nə baş verəcəksə artıq Allahın mənim üçün yazdığı bir qismətdir. Və bunu deyib belə də qəbullanın. Həqiqətən də bu insana çox böyük bir rahatlıq verir. Və digər bir problemli məsələ ondan ibarətdir ki, bir neçə yoldaşımız yazıb ki, həqiqətən də mən çox ağır yuxu yatıram və yuxu yatandan sonra isə oyanıb artıq günümə başlaya bilmirəm və həmin günü artıq mənim yenə də 1-2 saatdan sonra yuxum gəlir. Bu problemi necə həll edə bilərəm? Dostlar, bu problemin həll olmasının tək bir yolu var ki, siz beyin olaraq özünüzü fokusluyursunuz artıq dərs oxumağa. Düşünürsünüz ki, yuxum gəlir, amma yatmayacağam, oyaq qalacağam. Və mənim burada etdiyim ən önəmli məqamlardan biri ondan ibarət idi ki, üzümü soyuq suyla yuyurdum, çıxırdım havaya. Hava mənim üzümü qurudurdu dostlar və o soyuq hava soyuq su mənim üzümə hopurdu və bu məni çox qəşəng oyadırdı. Daha sonra biraz həyətdə gəzirdim, bizdə həyət evidir, gəzirdim. Daha sonra isə artıq gəlirdim, otururdum dərsimə və başladım dərsimi oxumağa. İnanın ki, qram da olsun yuxum gəlmirdi. Və mən də ilk aylarda, 1-2 ayda, yəni bu problemin əziyyət çəkmişəm, özümü bu yolla oyatmışam. Və həmçinin insan artıq məsuliyyətli olanda, düşünəndə ki, mən bu gün məsələn 30 dənə test işləyib 2 dənə mövzu öyrənəcəm, artıq nə olur olsun, dünya dağılır dağılsın, siz o həmin işi bitirmədən qətiyyən nə yuxunuz gəlir, nə başqa bir şey ağlınıza gəlir. Ona görə də məsuliyyətli olmağa çalışın. Kofenizi qoyun qarşınıza, üzünüzü su vurun, çıxın havaya, gəzin, oyanın, gəlin oturun dərsinizi oxuyun. Dostlar, düşünün ki, sizin inanın ki 2 ildə, 1 ildə, 6 ayda, 7 ayda çəkdiyiniz əziyyət sizə qat-qat müsbət şəkildə geri dönəcək. Ona görə də bu gün də çəkilən əziyyətlərin, yəni sizin bu gün də çəkdiyiniz bütün əziyyətlərin qarşılığı sizə Allah tərəfindən veriləcək. Ona görə də davam edin, heç vaxt yorulmayın, bezməyin. Digər sual isə ondan ibarətdir ki, bəs təhlil etmək niyə deyirsiniz? Dostlar, təhlil etmək odur ki, bir mövzunu oxuduqdan sonra beyninizdə həmin mövzu ilə bağlı yaranan suallara cavab vermək. Məsəl üçün, Dədə Qorqudun boyunu oxudunuz, orada hər hansısa bir məqam sizə qaranlıq qaldı və yaxud da beyninizdə bir sual yarandı ki, məsələn, bu niyə görə belə oldu? Əgər o suala cavab tapa bilirsinizsə, deməli siz həmin mövzunu mükəmməl şəkildə öyrənmisiniz. Yox, əgər siz həmin mövzudakı o suala, beyninizdə yaranan o suala cavab tapa bilmirsinizsə, bu problem deyil. Başdan qayıdıb yenidən bir daha oxuyub o suala cavab tapmağa çalışmalısınız. Və təhlil etmək tarixi hadisələrdə, yəni tarixdə təhlil etmə biraz fərqlənir. Tarixdə təhlil edərkən siz təkcə hadisəni deyil də, həmin hadisənin baş vermə səbəbini nə üçün oldu və növbəti məsələn Sultanahmet Qazan xanın islahatı niyə görə oldu, nəticəsi nə oldu, kimi hadisələr də təhlil etməlisiniz. Təbii ki, bu ədəbiyyatda biraz fərqlidir. Ədəbiyyatda hər hansı bir əsəri oxuyursunuz və onu sadə olaraq təhlil edirsiniz ki, nədən sonra nə gəldi, niyə görə bu oldu. Amma tarix bir qədər çətindir və xronoloji hadisələrin də ardıcılığını əzbərləməli olduğunuza görə burada müəyyən qədər diqqətli olmalısınız hadisələri əzbərləyərkən. Və çalışın ki, təhlil eləyərkən mütləq şəkildə önəmli məqamları kitabınızda, əgər kitabdan oxursunuzsa təbii ki kitabda və yaxud da onlayn şəkildə oxursunuzsa bir dəftər tutaraq mütləq şəkildə qeyd eləyəsiniz. Çünki elə qeydlər sonda insanın beynində qalır. Çünki siz həm onu yazırsınız, görmə qabiliyyətinizi inkişaf elətdirirsiniz, sizin o beyninizə həkk olur. Həm də onu artıq öyrəndiyiniz üçün sizin həm o beyninizdə, həm də göz yaddaşınızda qalır və daha sonra onu unutma kimi də ehtimalınız olmur. Və digər sual ondan ibarətdir ki, buraxılışda Azərbaycan dilində açıq suallar haqqında nə məsləhət verə bilərsiniz?
Dostlar, açıq suallar həqiqətən də bir çox insanın yaralı yeridir. Çünki bu suallar, yəni bəzən belə çıxır cavabı, bəzən belə çıxır. Adam bilmir ki, yəni hansı prizmadan yanaşsın, hansı açıdan baxmağa çalışsın, amma bunu da təbii ki, həll etməyin bir yolu var. Və dostlar, bu problemi həll etməyin ən rahat üsullarından biri sualı oxudunuz, mətni oxudunuz təbii ki də, daha sonra suala keçdiniz. Sualı oxuduğunuz andan etibarən ağlınıza ilk cavab olaraq nə gəlirsə, çox vaxt həmin cavab olur. Bunu öz təcrübəmdə yaşamışam ki, həm istər sınaqlarda olsun, istər real imtahanda olsun. Yəni bunu təcrübə etmişəm ki, ikinci, üçüncü variantlarda bizim ağlımıza gələn cavablar əksər vaxtı səhv olur. Çünki biz real cavabı, yəni düzgün cavabı beynimizdə düşünürük və daha sonra ona ekvivalent cavablar tapmağa çalışırıq ki, bəlkə bu olmasa bu olar, bu olmasa bu olar. Amma əslində bizim birinci olaraq düşündüyümüz cavab çox vaxt düz çıxır. Və açıq suallara hazırlaşmağın digər bir üsulundan ibarətdir ki, çoxlu şəkildə mətnlər oxuyun və çoxlu açıq suallar işləyin. Səhv etsəz olar, eybi olmaz. Siz yəni çoxlu səhv eləyə bilərsiniz. Yəni ürəyiniz istəməyən kimi ola bilər açıq sualların cavablarını yoxlayarkən əsəbləşə bilərsiniz özünüzə ki, bəs mən niyə çoxlu səhv eləyirəm? Bu heç bir problem deyil, dostlar. Etdiyiniz hər bir yanlış addım və hər bir səhvlər sizi imtahanda daha güclü olmağa və səhv etməməyə hazırlayır. Bunu heç vaxt unutmayın. Çünki mən də bu prosesə belə yanaşırdım. Düşünürdüm ki, nə qədər səhv edirsən elə. İmtahana qədər nə qədər səhv edirsən elə, çünki sən bu səhvlərdən dərs çıxaracaqsan. Ona görə səhv etməkdən qorxmayın və yayınmayın. Və dostlar, sizə bir bacı məsləhəti olaraq onu vurğulamaq istəyirəm ki, qətiyyən uğurlarınız barəsində heç kəsə, yəni ailə xaricində heç kəsə danışmayın. Dostlar, inanın ki, indiki dövrdə insanın dostundan da çox düşməni var və siz artıq öz uğurlarınız barəsində ətrafa müəyyən bir fikirlər söylədikcə, yaxşı bir xəbərlər yaymağa başladıqca, insanlar sizin o müsbət uğurunuza mənfi enerjilər ötürməyə başlayır. Və bu mənfi enerjilər getdikcə çevrənizdə yayılır və bu da sizə təsir göstərir. Mən bunu öz təcrübəmdən yaşamışam ki, dəfələrlə uğurlarımı hər hansı bir məsələn sınavda topladığım yüksək balı kiməsə deyəndə ətrafımda, istər dostlarıma, istər hər hansı bir tanışıma deyərkən, bu zaman mən artıq növbəti sınavlara daha aşağı yazmağa başlamışam. Lakin əksinə, yığdığım, topladığım balı hər kəsdən gizlədərkən bu zaman heç bir problem yaşamamışam. Ona görə də mütləq şəkildə gizli olmaq və gizli qalmaq ən yaxşısıdır bu prosesdə. Çünki bu proses elə bir prosesdir ki, sizinlə bərabər, yəni minlərlə insan imtahana hazırlaşır və sizin gizli qalmağınız sizin özünüzə xeyirlidir ki, artıq heç kim bilmir ki, siz yaxşımısınız, pismisiniz, imtahanlar barəsində necə hazırlaşırsınız. Çalışın ki, ona görə də təbii ki, öz yaxınlarınıza köməklik eləyə bilərsiniz, dəstək göstərə bilərsiniz, fikirlərinizi bölüşə bilərsiniz. Amma uzaq insanlara, yəni tanışlarınıza, dostlarınıza, çox uzaq dostlarınıza bu barədə qətiyyən danışmayın. Öz uğurlarınız barəsində danışmayın. Və sonda dostlar, onu vurğulamaq istəyirəm ki, bu zamanlar sizin bu çəkdiyiniz əziyyət, ümumiyyətlə imtahana hazırlaşma dövrləri ən şirin və ən əyləncəli dönəmlərdir. Çalışın ki, bu dönəmlərin dadını çıxarasınız. Təkcə oxumaqla, əziyyət çəkməklə yanaşı, həmçinin bu dönəmlərdə çoxlu anlar birikdirəsiniz. Çünki müəyyən bir zaman keçdikdən sonra, artıq insan universitetə daxil olduqdan sonra həqiqətən də bu zamanları çox özləyir. Ona görə də bu zamanların qədrini bilin, düzgün şəkildə oxuyun, qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın. Çatdıqdan sonra isə artıq bu günləri xatırlayıb deyəcəksiniz ki, zaman var idi, mən də Aytacın bu videosuna baxa-baxa dərs oxuyurdum, dərsə hazırlaşırdım və məni bu video motivasiya eləmişdi. Ona görə də mütləq şəkildə motivasiyanızı aşağı salmayın. Çünki hər bir insan bacara bilər, lakin hər bir insan başlamır. Siz isə başlayanlardan olun. Və beləliklə videomuzun sonuna gəldik. Əgər hər hansı bir sualınız yenə də beyninizdə yaranarsa, çəkinmədən bizə həm Instagram üzərindən, həm də YouTube üzərindən ünvanlaya bilərsiniz. Ümid edirəm ki, bu videoda sizə faydalı oldu və daha çox faydalı videolarla rastlaşmaq istəyirsinizsə, mütləq şəkildə səhifəmizə abunə olmağı və like etməyi unutmayın.